Teymur Bacanın bu şikayəti və tənqidi var ki, bəs bu rus dili, belə deyək də, Azərbaycan rus mədəniyyətinin təsirləri getdikcə azalır, türk mədəniyyətinin təsirləri azalır, xüsusən dildə bu bilinir. Doğrudan da mən ona bəraət orada gətirirəm ki, məsələn, redaktə edəndə hansı kitabı görürük ki, orada çoxlu rus türk sözlərinə rast gəlirik. Və tərcüməçilər də, yazıçılar da bizdə olan işlək sözlərdən istifadə etmirlər. Tutaq ki, alışqanlıq, nə bilim, olağanüstü belə ifadələrdən istifadə edirlər. Bu aşkar görünür ki, çox girib bizim dilə bu türk dillərdə. Sizin münasibətiniz necədir? Valla mən burada belə fikirləşirəm ki, aydındır ki, yaxın dillərin təsirinin təcili sürəti daha çox olur. Bu biraz da burada belə bir anlayışı dəqiqləşdirməliyik ki, dil və nitq ayrımı deyilən bir ayrım var da ki, söz-sözdən bəri biz bunu bilirik. Yəni küçədə kimisə nəsə satanda pulova pilav deməyi ilə Azərbaycan ədəbiyyatı belə əldən gedib eləmir də. Bu nitqin korlanmasıdır.